Uzun ince bir yoldayım. Kazım Xan Quşçu 1867-ci ildə Urmu Gölü sahilindəki Quşçu kəndində doğulmuş Azərbaycanlı xalq qəhrəmanıdır. Yez olur, vatanına göz dikeni ez olur. Gənclik illərində bölgəyə hücum edən Rus, erməni və Kürd silahlı dəstələrinin talanlarına qarşı çıxaraq özünü müdafiə etmək üçün kiçik silahlı dəstə yaradır. Kazım Xan və dəstəsinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Alp Tonqadan tutmuş 40-lar adı ilə tanınmış 40 igidə Tay, həmçinin Holaku xan kimi bir Cahangirin xəzinəsi, Səfiyyəddin Urmuvinin qonağı və Kazım Xana Tay bir qartalın yuvası sayılıb. Rusların silah toplaması və Əskərabad qalasını top atəşi ilə ələ keçirdikdən sonra Quşçu və Çəhrik istiqamətində irəliləyərək Məsihi erməni dövləti qurmaq üçün Azərbaycan kəndlərini boşaltmağa başlayırlar. Kazım Xan bu təhlükə qarşısında yaxın kəndlərin Barı, Göyərçin Qala, Mərəngəli, Qarabağ, Məgətli, Boydaş və Qalqacı kəndlərinin cəsur gənclərini bir araya gətirərək 300 atlı savaşçı ilə birlikdə savaşa girir. Buna baxmayaraq, 1918-ci ilin qışında erməni-rus birləşmələri bölgəni viran qoyur, minlərlə Azərbaycanlı qətlə yetirilir və yalnız 40-lar qalasına sığınanlar sağ qalır. Birinci Dünya müharibəsindən sonra həm Qacar dövlətinin zəifləməsindən, həm Türkiyə ordusunun öz vətəninə qayıtmasından, həm ermənilərin gücsüzləşmələrindən, həm də Azərbaycanlıların soyqırım şokundan özlərinə gələ bilməməsindən bir fürsət kimi istifadə edərək, Kürd Şikak aşirətinin başçısı İsmail Simişko başına silahlı dəstə toplayır və Batı Azərbaycanı tarixdən silmək üçün silaha sarılır. 1922-ci ildə Kazım Xan İsmail Simitkonun başçılığı ilə Kürdlərin Azərbaycana yürüş gətirən və soyqırım aparan dəstələri ilə savaşır, Kürdləri bu torpaqlardan uzaqlaşdırır. Daha sonra Rıza Pəhləvi hakimiyyətini tanımadığı üçün yenidən 40-lar qalasına çəkilir. Bu üzdən Şah qoşunu ilə Kazım Xan dəstəsi arasında toqquşma başlayır. İlk toqquşmadan sonra Kazım Xan öz düzəltdiyi əl bombasının əlində partlaması ilə şəhid olur və əbədiyyətə qovuşur.